Biz Ramazan ayından vidalaşırıq. Salamat qal. Salamat qal ey Allah'ın ən böyük ayı. Salamat qal. Sabah bu məscidin divarları ağlayacaq sizlər üçün, darıxacaq. Vallahi hədislərdə var ki, yer göy möminlər üçün darıxır. Salamat qal ey Ramazan ayının gündəlik duaları. Salamat qal. Ya Aliyyu, ya Azim, ya Gafuru, ya Rahim. Salamat qalın ey Qədir gecələri. Bikə ya Allah, bikə ya Allah. İlahi bi Aliyin, bi Aliyin, bi Ali. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal ey coşan kəbir duası. Subhanəkə ya la ilahe illa ənd. Əl-Qaus, Əl-Qaus. Xəllisna minən nar. Ya Rəbb. Sən bizi tərk edib gedirsən. Ay mübarək Ramazan ay, səndən üzr istəyirəm. Səndə elədiyim ibadətlərə, elədiyim hörmətsizliyə görə. Səndən bir xahişim var, qiyamət günü Allahla görüşəndə məndən şikayət eləmə. Mənim də bacardığım bu oldu. Mənim bir daha deyirəm, ürəyi yaralı anam var, onu bu gecə dəvət eləyəcəm. Deyir ki, kimsə bağışlanmadısa, axır fürsətdir. Bu gecə bayram gecəsi. Bilmirəm mən bu gecəyə qalanlardanam, amma ilahi sənə vasitə gətirmişəm Həzrət Zəhranı. Sən onun sözündən çıxmazsan. Ana, xahiş edirəm, o gözəl əllərini qaldır, Allahdan istə. Allah bizim günahlarımızı bağışlasın bugün. Allah bu Ramazan ayını bizə sonuncu orucluq qərar verməsin inşallah.